Əməkdar artist, aktyor və rejissor Cabir İmanov 49 yaşında vəfat edib. Hadisə bugün Səbail rayonunda yerləşən idman zalında baş verib. Məlumata görə, o məşq zamanı qəfil infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Cabir İmanov 1976-cı ildə Bakıda anadan olub. O, Parni iz Bakü KN komandasının üzvü kimi tanınıb, daha sonra Planet Parni iz Bakü teatrında fəaliyyətini davam etdirib. Onun yaradıcılığında Məhəllə, Ağanatik, Bəxt üzüyü 2 kimi filmlər xüsusi yer tutur. 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2021-ci ildə isə tərəqqi medalına layiq görülüb. İmanov həmçinin Bijaba Handmade in Azərbaycan brendinin yaradıcısı idi. Sənətkar ailəli idi, 4 övladı var. Onun itkisi Azərbaycan mədəniyyəti üçün böyük itki hesab olunur.